ve artıq 2026-cı ilin başlanmasına cəmsi bir neçə gün qalıbdır. Ona görə də qarşıdan gələn bayramlar münasibəti ilə, ilk növbədə Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə sizləri təbrik edirəm və sizə və bütün xalqımıza yeni ildə, 2026-cı ildə xoşbəxtlik və uğurlar arzulayıram. Sizləri görməkdən çox şadım. Ancaq açıq etiraf edim ki, Hidayət bəyi görməyə xüsusi şadım. Çoxdan sonra görünüb darıxmışdır. Yaxşı ki, bugün məclisimizdə iştirak edir. İnşallah səhəti qaydasında olsun və hamımıza da yaxşı səhər, yaxşı əhval-ruhiyyə arzulayıram. Çətin bir ili arkada qoymaqdayıq. Biz hər məclis sesiyasında son 3-4 aydakı prosesləri dəyərləndiririk, vəziyyət dəyərləndiririk, partiyanın vəzifələri haqqında danışırıq. İlin sonu olduğu üçün bütövlükdə 2025-ci ilə də bir yekun vurmağa yəqin ki ehtiyac var. Çox çətin bir il oldu və çox gərgin bir il oldu. Dünya dərin bir böhrana daxil olubdur. Əsasən beynəlxalq münasibətlər böhrana uğrayıbdır. Və beynəlxalq münasibətlər də böhrana uğrayanda o böhran bütün sahələrə öz təsirini göstərir. Bu dərin böhranın köklü səbəbləri var və uzağa gedir. Əslində qalsa, mən hesab edirəm ki, bu böhranın kökləri SSR-nin dağılması kimi gözəl bir hadisə baş versə də, dünya birliyinin bu dəyişikliyə hazır olmamasından başlayır. Bəzən deyirlər ki, SSR-nin qərb dağıdırdı. Təbii ki, qərblə qarşı durma, qərblə yarış SSR-nin çökməsinə əsas səbəb olubdur. Amma eyni zamanda açıqcası qərb SSR-nin dağılması yox, SSR-nin dəyişməsi və dünya birliyinin beynəlxalq normalara uyğun fəaliyyət göstərən bir üzvünə çevrilməsinə çalışırdı. Və mən əminəm ki, SSR-nin parçalanması, 15 müstəqil dövlətin yaranmasına, Amerika Birləşmiş Ştatları başda olmaqla dünya hazır değildi. Bu ətraflı söhbət tələb edən bir mövzudur. Ancaq mən o dövrü çox gözəl xatırlayıram. O dövrün bütün detalları onu göstərdi ki, dünya bu hadisəyə hazır değildi. Və bu hazır olmadığı üçün də bir sıra ciddi səhvlər buraxıldı. Beynəlxalq birlik yeni müstəqil dövlətlərə dəstək vermək əvəzinə, onların müstəqilliyini, suverenliyini ciddi şəkildə müdafiə etmək əvəzinə, haqqa ədalətə xidmət etmək əvəzinə Rusiya ilə münasibətləri həllinci bir münasibət kimi götürmüşdü və Rusiya ilə həddən artıq yumuşaq münasibət bəslənirdi. Elə bir arxayınlıq var idi ki, artıq SSR çöküb, Varşava hərbi bloku çöküb və Rusiyanın da normal bir dövlət çevrilməsi qaçılmaz hala gəlib. Ancaq artıq o vaxtda biz bilirdik və deyirdik ki, nə qədər ki Rusiya imperiya olaraq qalmaqda davam edir, bu ölkənin dünya problemlər yaratması da uzun müddət davam edəcək. Və həmin hadisələrin biz nəticələrini 2008-ci ildən açıq şəkildə görməyə başladıq. Rusiya öz daxilində Çeçen xalqına qarşı dəhşətli zərbələr vurmaqla, dəhşətli hərbi cinayətlərlə o xalqı susturmaqla başladı. Sonra isə artıq postsovet məkanına keçdi və 2008-ci ildə Gürcüstana qarşı böyük bir müharibə başlatdı, zərbələr vurdu. 2014-də Ukraynaya keçdi və 2022-ci ildə isə böyük müharibə başlandı. Yəni gözümüzün qarşısında 2-ci Dünya Savaşından sonra ən böyük müharibə yaşanır. Artıq 4 ildir ki, bu müharibə davam edir və bu müharibə də bütövlükdə dünyadakı vəziyyətə ciddi şəkildə mənfi təsir göstərir. Bir sıra digər dövlətlərin də Qərbin yanlışları, düzgün siyasət seçməməkləri, strateji səhvlərə yol vermələri nəticəsində aqressivləşdilər və dünyadakı bugünkü gərginlik də bax, həmin o bir tərəfdən Rusiya, İran, Şimali Koreya, hətta Çin kimi dövlətlərin yanlış addımları, beynəlxalq birliyə, beynəlxalq hüquqa qarşı addımları oldu. Digər tərəfdən də Qərbin bu addımlara qarşı adekvat təhlükəsizlik sistemi, düzgün addımlar ata bilməməsi oldu.
bu ilin əvvəlində Trump kimi bir adamın Amerika Birləşmiş Ştatlarında hakimiyyətə gəlməsi də bu dünya birliyinin məruz qaldığı dərin böhranın həm nəticəsi oldu, həm də ki, sonraki prosesləri daha da sürətləndirdi. Eyni zamanda bu prosesler dünyada da bir sıra değişikliklere getirip çıkardı. O değişikliklerin içinde hoşa gelen yegane değişiklik Azərbaycanımızın öz ərazi bütövlüyünü bərpa edə bilməsi oldu. 2020-ci ildəki 44 günlük savaş və 2023-cü ildəki bir günlük antiterror əməliyyatı Azərbaycan tarixinin, bölgə tarixinin ən önəmli hadisələrindən birinə çevrildi və Azərbaycanımızın işğal olunmuş əraziləri işğaldan azad edildi. Azərbaycanımızın bütün ərazilər üzərində suverenliyi bərqərar oldu. Bu çox böyük uğurdur, çox böyük qələbədir və bu qələbənin müsbət təsirləri hələ gələcəkdə özünü daha çox göstərəcək. Eyni zamanda dünyadakı gərginliklər və dünyadakı populist və ifrat sağçı qüvvələrin uğur qazanmaqları bir çox məsələlərə mənfi təsir göstərdi. Eyni zamanda insan haqları, demokratiya, azad ədalətli seçki mövzusu ciddi zədələr aldı bu müddətdə. Və artıq Amerika Birləşmiş Ştatları dünya demokratiyasının aparıcı dövləti olan bir dövlət yeni təhlükəsizlik konsepsiyası qəbul edir və həmin təhlükəsizlik konsepsiyasında açıq şəkildə bildirirlər ki, onlar demokratiya, insan haqları və s. mövzulara xüsusi diqqət bundan sonra ayırmayacaqlar. Və bu yeni yaranmış şəraitdən də müxtəlif ölkələrin avtoritar rejimləri istifadə və sui-istifadə etməkdədirlər. Və Azərbaycanımızın da bugünkü vəziyyəti xeyli dərəcədə qısaca mən tez şəklində səsləndirdiyim məsələlərdən qaynaqlanır. Ölkəmizdə vəziyyət həddindən artıq mürəkkəbdir. Sosial-iqtisadi vəziyyət gündən günə bərbad hala gəlir. Əhalinin həyat səviyyəsi düşməkdə davam edir. Təsəvvür edin ki, iqtisadçılar, mütəxəssislər, siyasilər Azərbaycanda orta maaşın, pensiyanın, müavinətlərin, hətta müharibə qazilərinə və şəhid ailələrinə yardımın səviyyəsinin tutaq ki, Gürcüstandan, Ermənistandan aşağı səviyyədə olduğunu bildirirlər, əsaslı statistik məlumatlarla. Hakimiyyət nümayəndələri, hakimiyyətin tərəfdarları isə ciddi şəkildə sübut eləməyə çalışırlar ki, bu belə deyil. Halbuki ümumiyyətlə Azərbaycanın göstəricilərinin Ermənistan və Gürcüstan kimi kiçik, məhdud imkanlı ölkələrlə müqayisə edilməsi özü absurddur. Mən xatırlayıram ki, Əbülfət İlkin bəy hakimiyyəti dönəmində 1992-ci ilin mayın sonu, iyunun əvvəllərində başlayan islahatlarla qısa müddətdə Azərbaycan bir çox məsələləri həll etmişdir. Və xatırlayıram ki, 1993-cü ilin yazında Avropa İnkişaf və Rekonstruksiya Bankı postsovet ölkələrində sosial-iqtisadi vəziyyətlə bağlı hesabat hazırlamışdı. Və həmin hesabatda göstərilirdi ki, Azərbaycan bir çox iqtisadi göstəricilərə, sosial göstəricilərə görə Rusiyaya demək olar ki, çatıb və Baltik ölkələrinə də yaxınlaşmaq üzrə. Halbuki Baltik ölkələri bizdən xeyli öncə başlamışlar islahatlara və onların müharibə kimi bir dərdi, problemi yox idi və Rusiyanın özü də islahatlara Azərbaycandan 6-7 ay öncə başlamışdı. Yəni, ən ağır şəraitdə də Azərbaycanımız inkişaf edirdi və əgər o hakimiyyət davam edəsəydi, o xətt davam edəsəydi, Azərbaycan bugün Ermənistanla, Gürcüstanla deyil, Avropanın ən azı orta inkişaf etmiş ölkələri ilə müqayisə edilən səviyyədə olacaqdır. O prosesin qarşısı alındı və bugün biz gördüyümüz vəziyyətin iştirakçısı və şahidiyik. Ölkədə haqsızlıqlar, ədalətsizliklər hökm sürür, repressiyalar gündən günə güclənir. Bir neçə ildir ki, onlarla jurnalist həbsdədir, onların siyasi sifarişli həbsləri, istintaqları və nəhayət
sifarişli məhkəmələrini biz müşahidə edirik, imkan daxilində iştirak edirik məhkəmələrdə və çox ağır cəzalar verilməyə başlayır gənc jurnalistlərə, xanımlara, vətəndaş cəmiyyəti üzvlərinə, siyasilərə, siyasi fəallara. Bu vəziyyət ilin sonunda daha da gərginləşdi. Əslində, maraqlı və müsbət bir proses başlaya bilərdi. Rusiyanın Azərbaycanda əsas adamlarından biri, Azərbaycan hakimiyyətinin uzun illiklər ikinci adamı olan Ramiz Mehdiyev ilə bağlı proses başlandı. Onun haqqında ev həbsi qərarı qəbul edildiyi bildirildi. Onun ətrafında məlumatlar yayılmağa başladı. Biz ilk gündən bildirdik ki, nəyə görə bu məlumatlar rəsmi orqanlar tərəfindən ortaya qoyulur. Dövlət rəhbərləri, dövlət təmsilçiləri heç biri bu barədə danışmırlar. Hakimiyyətin rəsmi media strukturları bu barədə demək olar ki, danışmırlar. Ancaq hakimiyyətin özünü saytlar, şəbəkələrdəki strukturlar bu məsələ barədə danışırlar. Bunu biz müsavat olaraq ilk gündən bildirdik. Və biz ölkənin Rusiyanın təsir agentlərindən, Rusiyanın 5-ci kanunundan azad edilməsi prosesini müsbət bir proses kimi dəyərləndirdik. Amma hakimiyyət bu prosesi davam etdirmək əvəzinə bu prosesi müxalifətə qarşı yönəltmək xətti seçdi və Azərbaycanın aparıcı müxalifət partiyalarından birinin rəhbəri Əli Kərimlini və onun müavini Məmməd İbrahimi həbs etdilər, cəbhəyə qarşı təqiblər başlandı. Müsavatə qarşı da ara sıra yalan və böhtan kampaniyası aparılmağa başlandı. Bir müsbət cəhət odur ki, cəmiyyət susqun görünsə də hər şeyin fərqindədir. Cəmiyyət bir tərəfdən Ramiz Mehdiyev və onun kimlərə qarşı prosesin başlanmasını müsbət dəyərləndirdi. Eyni zamanda bu prosesin düzgün istiqamətdə davam etməsi əvəzinə hakimiyyətə qarşı yönəltmək cəhdlərini cəmiyyət qəbul etmədi. Bunu yumor, anekdot mövzusuna çevirdi. Çünki heç kim inanmaz ki, Ramiz Mehdiyev kimi hakimiyyətdə kök salmış bir adamın ətrafında onlarla yaxın adamları, yüzlərlə ona ləbbeyk deyən məmurlar, minlərlə onun qəbuluna düşməyə çalışan və bəzən düşən hakimiyyət nümayəndələri dura-dura hakimiyyət Ramiz Mehdiyevə qarşı prosesi müxalifətə qarşı çevirməyə cəhd edir. Son günlərdə bu siqaret qaçaqmalçılığı mövzusu ilə başlayan da bir həbslər prosesi, açıqlamalar prosesi başlandı. Bu da öz-özlüyündə müsbət bir hadisədir. Çünki aydın məsələdir ki, qaçaqmalçılıq bugün həbsdə olan gənc jurnalistlər deyirlər. Qaçaqmalçı bu, siqaret, narkotik və başqa məsələlərlə bağlı qaçaqmalçı sistemini quran adamlara aid ittihamdır. Və biz bu prosesin ciddi olmasını istəyirik. Biz ölkəmizin cinayətkarlardan, korrupsiyadan, monopoliyalardan təmizlənməsini, azad edilməsini, ölkəmizin normal bir, azad bir insanların nəfəs aldığı, yaşaya bildiyi, firavan yaşaya bildiyi bir ölkəyə çevrilməsini istəyirik. Bu müddətdə Müsavat Partiyası ölkədə bəlkə də yeganə gerçək siyasi bir partiya olaraq fəaliyyət göstərir. Ölkədə partiyalar çoxdur. Biz adətən başqa partiyaların işlərinə qarışmırıq, onları tənqid eləməyə maraq göstərmirik. Çünki bizim fəlsəfəmizdə partiyaların qiyməti xalq verməlidir, seçici verməlidir. Seçkilərdə partiyaların qiyməti bilməlidir. Bu, Ramiz Mehdiyev mövzusunda son dövrün hadisələrini ortaya qoymaq əvəzinə hakimiyyət Milli Şura mövzusunu ortaya atırdı. Milli Şuranı Rusiya yaratmıyor. Milli Şuranı Azərbaycanda fəaliyyət göstərən partiyalar yaradıblar. Və Milli Şuranın hədəfi hər hansı bir dövlət çevrilişi deyildi. Milli Şuranın hədəfi ölkəmizdə seçki keçirilməsi idi və demokratik qüvvələrin həmin seçkili iştirakının təmin edilməsi idi. Və biz Müsavat Partiyası olaraq, faktiki olaraq o istəyimizə nail olduq. Milli Şuranın Azərbaycan maraqlarına xidmət edən bir fəaliyyət göstərməsini təmin etdik.
Çünkü ilk günden biz Milli Şurada Müsavat Partisi olarak Azərbaycanımızın maraqlarına, köklü maraqlarına və Azərbaycanımızın maraqlarına cavab verən hədəfləri müəyyənləşdirdik. Müəyyən müqavimətə baxmayaraq onların Milli Şuranın sənədlərində əks olunmasına nail olduq. Və sonraki mərhələdə də seçkidə iştirak etdik. Seçkiden sonra ise hesap ettik ki artık Milli Şuranın əsas fəaliyyət hədəfi həyata keçirilibdir. Eyni zamanda o dövrdə hatırlayırsınız, biz bildirdik ki, başqa ölkənin vətəndaş tərəfindən idarə olunan bir qurumun üzvü ola bilməz Müsavat Partiyası. Bugün bəziləri ilə bəzi müsavatçılar özü də bunun Müsavat rəhbərliyinin uzaq görənliyi ilə əlaqələndirir, ağıllı siyasəti ilə əlaqələndirir. Sözüm yox, ağıllı olmaq, uzaq görən olmaq yaxşı keyfiyyətlərdir. Mən hesab edirəm ki, bizim istər o dövrdə, istər ondan əvvəl, istər ondan sonra düzgün qərarlar verməyimizin səbəbi təkcə bizim bu haqqında danışılan keyfiyyətlərimiz deyil. Düzgün qərarların əsas səbəbi odur ki, Müsavat Partiyası müsavatçılıq dəyərlərinə əsaslanır. Müsavat prinsiplərinə əsaslanır. Haqqa, ədalətə və həqiqətə arxalanır. Ona görə tarix hər zaman bizim qərarlarımızın düzgün olduğunu bir daha sübut edir. Biz həmin şəkildə də yolumuza davam edirik. Azərbaycanımızın maraqlarına, köklü maraqlarına, strateji hədəflərinə uyğun şəkildə fəaliyyət göstəririk. Hakimiyyətin bu yöndə düzgün addım olursa bunu qeyd edirik, yanlış addım olursa bunu da qeyd edirik. Biz haqsız tutulan, repressiyalara məruz qalan bütün şəxsləri müdafiə edirik. Bunların Müsavat Partiyasının münasibətindən asılı olmayaraq, onların bizə nə cür münasibət göstərməyən asılı olmayaraq, biz hüquqları pozulan bütün şəxsləri müdafiə edirik və ona görə də bizim burada da səhv etmə ehtimalımız yoxdur. Hakimiyyət bu qədər insanın fəalları, jurnalistləri, vətəndaş cəmiyyət nümayəndələrini həbs edib, ortalığa bir inandırıcı sübut qoya bilmirlər. Hər hansı bir sübut olsa, nəinki başqa partiyaların üzvləri, nəinki başqa sahədə fəaliyyət göstərən şəxsləri, hətta Müsavat Partiyasında hər hansı bir üzvünün qanuna zidd əməl ortaya qoyulsa, biz onu etiraf edəcəyik. Çünki yenə deyirəm, biz dəyərlərə və prinsiplərə uyğun fəaliyyət göstəririk. Müsavat, dediyim kimi Azərbaycanda yeganə siyasi partiyadır ki, məhz partiya kimi fəaliyyət göstərir. Bizim 30 ildən artıqdır ki, hər həftənin birinci gün divan toplantılarımız geçirilir. İldə nizamnamemizə uyğun şəkildə məclisimizin toplantıları geçirilir. Məclisin komissiyaları müəyyənləşir və kifayət qədər bu ağır şəraitdə, çətin şəraitdə uğurlu fəaliyyət göstərirlər və bundan sonra da bu fəaliyyət davam edəcək. Rayon təşkilatlarımızın da əksəriyyəti nizamnamənin tələblərinə tam uyğun fəaliyyət göstərirlər. Şuralar keçirilir, idarə heyətləri iclasları keçirilir, toplantılar keçirilir. Son dövrlərdə biz sosial şəbəkədə də fəallığı artırmağa çalışmışıq və o da müəyyən öz müsbət nəticələrini verir. Yəqin bugünkü iclasda o barədə məlumatlar səslənəcək. Ötən müddətdə biz təşkilat işlə gücləndirməyə çalışmışıq və bu il aktivimizə yazılacaq məqamlardan biri Gənclər Təşkilatımızın faktiki bərpa olunması oldu. Yeni gənclər Müsavat Partiyasına qoşuldular və əvvəldən partiyada olan bəzi gənclər də fəallaşdılar. Artıq Müsavat Gənclər Təşkilatı demək olar ki, tam heyətlə uğurlu bir fəaliyyət göstərir. Biz bundan sonraki dövrdə də fəaliyyətimizi bu şəkildə davam etdirəcəyik. Bizim hədəflərimiz dediyim kimi Azərbaycanımızın azad, demokratik, firavan bir həyat yaşayan xalqdan ibarət bir ölkəyə çevrilməsidir. Bu istiqamətdə fəaliyyət göstəririk.
Və bunun üçün də dəyərlər, prinsiplər yenə də həlledici olaraq qalmalıdır. Biz əgər hakimiyyətin seçki saxtakarlığına etiraz ediriksə, bununla kifayətlənmirik. Eyni zamanda ölkəyə azad və ədalətli seçki nümunələri qoyulur. Partiyanın başkan seçkilərindən tutmuş, komissiyada bugünkü seçkidə də onu görəcəksiniz, biz daha iştirak edəcəyik bir yerdə. Ədalətli seçki keçirilir, azad seçki keçirilir. Gizli səs vermə və şəffaf səs sayma seçkilərinə uyğun seçkilər keçirilir. Biz əgər korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparırıqsa, eyni zamanda özümüz düzgün işimizlə, dəqiq hesablanmış işimizlə, partiya daxilindəki şəffaflıqla, bütün qərarların kollegial qəbul olunması ilə bunun da necə olmalı olduğu nümunəsini ortaya qoyur. Eyni şəkildə digər məsələlərdə də biz təkcə tənqid eləməklə, həqiqəti deməklə kifayətlənmirik, düzgün nümunələri də partiya fəaliyyəti ilə ortaya qoyuruq. Bizim bu yöndə fəaliyyətimiz davam edəcək, görüləcək işlər çoxdur. Özümüzdən razı olmağa əsas yoxdur. Çünki ölkəmizdə problemlər həddindən artıq çoxdur və bizim məqsədimiz yalnız özümüzün düzgün çalışmağımız deyil. Bizim məqsədimiz ölkədə azad və ədalətli seçkilərin keçirilməsi, xalq tərəfindən müəyyənləşən hakimiyyətin olması və dediyimiz hədəflərə doğru millət olaraq, xalq olaraq, cəmiyyət olaraq birgə hərəkət etməyimiz. Eyni zamanda hər zaman dediyimiz məqamlar da, hədəflər də qüvvədə qalır. Təşkilat işi gücləndirmək, partiyaya yeni üzvlər cəlb etmək, gəncləri və qadınları xüsusilə partiya fəaliyyətinə cəlb etmək, siyasi məhsulların müdafiəsini davam etdirmək. Hazırda partiyamızın 5 siyasi məhsusu var. 3 nəfərimizin beləsi var, müsavatçılarımız. Eyni zamanda Tofiq Yaqublu, Şəmşad Ağa və 5 nəfər müsavatçı siyasi məhbuslar var. Biz bütün siyasi məhbusların, Tofiq Yaqublu'nun da, Əli Kəriminin də, digər bütün siyasi məhbusların da azad olunması uğrunda çalışırıq. Hakimiyyəti buna çağırırıq və hakimiyyətdən bunu tələb edirik. Xarici siyasətimizlə bağlı işimiz davam edir. Biz dünyada gedən proseslərə dəqiq, düzgün, ədalətli qiymət verməklə yanaşır. Xarici əlaqələrimizi inkişaf etdirməyə çalışırıq. İstər üzvü olduğumuz Avropa Liberal Demokrat İttifaqı ilə əməkdaşlığımızı gücləndirməyə çalışırıq. İstər Avropada və qonşumuzda olan Gürcüstanda, Ukraynada, Moldovada və digər ölkələrdə olan həmkarlarımızla əlaqələri gücləndirməyə çalışırıq və bunu da davam etdirəcəyik. Və bugün dünyada vəziyyətin çox ağır olduğundan danışdıq. Problemlərin həddindən artıq çox olduğundan danışdıq. Ancaq biz elə bir vəziyyət istəyirik ki, bu cari problemlərin həllini bitirib qlobal məsələlərə baxaq. Bütün dünya üçün də, Azərbaycan üçün də qlobal problemlər var. Demografiya məsələsidir. Mütəxəssislər bildirirlər ki, bu şəkildə davam eləsə, əsrin ortasına doğru Azərbaycanda əhali artıq artmaq potensialını yandırıb azalmağa başlayacaq. Ekoloji problemlər var. Ölkəni elə vəziyyətə salıblar ki, ekologiya məsələlərini demək olar ki, yaddan çıxır. Halbuki elə Xəzərin qurulması və Xəzərin kiçilməsi nəticəsində yaranacaq problemlər özləri vəziyyətin nə qədər acınacaqlıq olduğunu göstərir. Dünyanın aparıcı ölkələri süni intellekt məsələsinə diqqət yetirirlər. Süni intellektin verdiyi imkanlardan yararlanmaq və yarada biləcəyi fəsadların qarşısını almaq barədə düşünürlər. Azərbaycanda bu da sözdə diqqətə alınır, ancaq bu istiqamətdə mümkün işlər, atılır. Yəni, biz istəyirik ki, ölkəmizin cari problemlərin, gün kimi aydın görünən problemlərin həll edib, qlobal problemləri, strateji hədəfləri
düşünək, müzakirə edək və Azərbaycanımızın həm xoşbəxt bir ölkəyə çevrilməsi, həm də ki, dünyada gedən müsbət proseslərin önündə gedən bir ölkəyə çevrilməsinə nail olaq. Bu istiqamətdə görəcəyimiz işlər çoxdur və bunun üçün bizdən yenə də biz müsavatçılardan fədakarlıq tələb olunur, intellektual səylər tələb olunur. Müsavatçılıq əqidəsinə sədaqətli yola davam tələb olunur və əminəm ki, buna da davam edəcəyik. Bir daha sizi qarşıdan gələn bayramlar münasibətinə təbrik edirəm və yeni 2026-cı ildə hər birinizə, ötürdə xalqımıza xoşbəxtlik və uğurlar arzulayıram.